Necəsiz? Mən sizə söz verdiyim kimi bu unitlərin izahını çəkib atıram. Videoları WhatsApp üzərinə göndərməyəcəm. Ölçüsü böyük olacaq. YouTube-a yükləyəcəm. Link girib izləyərsiniz. Qrammatikanı əsas izah eləyəcəm. Writing-i sizə nümunələr göndərəcəm ki, baxasınız. Reading-də və listening-də iş sizin üstünüzə düşür ki, siz onları təkrar işləyəsiniz, məşq eləyəsiniz, özünüzü, gözünüzü, qulağınızı öyrəşdirəsiniz. Getdik. Birinci ümumiyyətlə testə başlayanda birinci variantlar üzərində işləyərsiniz ən başdakı. Sonra fikirləşməyə vaxtınız çox getməsin. Məsəl üçün, baxıram burada students cəmdədir. Deməli, has to ola bilməz. Has to təklə işlənir. İkinci tərəfə baxıram. It is forbidden. Yəni, indiki zamandadır. Bu zamanlar uzlaşmalıdır. Could not keçmiş, might not keçmiş ola bilməz. Artıq baxıram, 2 dənə variantım qalıb. Baxın, nə tez rahat oldu. Cannot nə deməkdir? Fiziki olaraq gücü çatmaq, bacarmaq. Must not isə bir şey etməli və etməməli olmaq. Qadağandır. Malı, məli kimi tərcümə edilir bizim dilimizə. Deyirəm ki, it's forbidden in all exam. Bütün imtahanlarda qadağandır. Deməli, biz bunu etməməliyik. Malı, məli. Fiziki olaraq bacarırıq, amma buna icazə yoxdur. Bunu etməməliyik. 2. Heç tərcüməyə baxmıram. Boss gördümsə, deməli, boss nədir? Hər ikisi deməkdir. Xəbərim necə olacaqdır cəmdə? B-ni, A-nı, D-ni silərəm. Bunlar təklərlə işlənir. Qaldım A və C arasında. Biri indikidir, biri keçmiş. Bunu necə biləcəm? Gəlib cümlədən özümə başqa bir ipucu axtaracam. Today. Today bugün deməkdir. Deməli, keçmiş olmaz. Qalacaq variantım Y. Üçüncüyə baxıram. Burada isim var. İsimdən sonra boşluq. Variantlardan da gördüyüm kimi mənə nisbi əvəzlik lazımdır. Biz bilirik ki, what nisbi əvəzlik yoxdur. Bu səhvdir. Mübariz İbrahimov insandır. Bu ilə which işlənməz. Which cansızlarla işlənir. Qaldım 3 variant arasında. Bunların hərəsinin də işlənmə yeri fərqli idi. Whose yiyəlik göstərir. Düzdürmü? 2 isim arasında olmalıdır. Burada isim yoxdur. Burada xəbər var. Xəbərdən əvvəl də who gələr. Mübtəda əvəzləyicisi, sonra xəbər. Whom-dan sonra isə bu tamamlığı əvəzləyir. Ondan sonra başqa şeylər gəlir. Xəbərdən öncə who gəlir. 4. He said about in last letter. Deməli, o öz məktubunda nəsə danışıb. He kişi cinsi tək. Deməli, mən qadın cinsini silərəm. Onun cəmi silərəm, bizi silərəm. Söhbət onun məktubundan gedirsə, burada bizə 3-cü şəxsin yiyəlik əvəzliyi lazımdır. Yəni, his. Digər variantlara baxıram. He said me olmaz. He said to me olar. Burada to yoxdur deyə bu səhvdir. Qalıram B. 5. Exclamatory sentence. Nida cümləsi. Biz 2 şey öyrənmişdik. What və how ilə başlayan nida cümlələrini artiklın içində keçmişdik ki, what-la olan cümlədə ən işlənər. Yaza bilmədim, üzrlə hesab edin. How olan cümlədə isə z işlənər. Baxaq. B variantında what beautiful the car is səhvdir. What olanda qeyri-müəyyənlik işlənməli idi. Bunu silirəm. How olanda isə z olmalıydı. Bunu silirəm. How fast she was running olmalıdır. Was bu sual cümləsi deyil, bu gedər. What a beautiful bunch of flowers. Burada xəbər yoxdur. They are, it is, nəsə belə bir şey olmalıydı. Bu da getdi. Mənim düzgün variantım A bəndi article var, is, it xəbərim var. 6. The girls, birincisi the girls təkdədir, cəmdədir, üzr istəyirəm. Burada hamısı düzdür. Okay. Deməli, mən baxacam nəyə? Zamana. Cümlənin baxıram ki, ikinci tərəfində were var, keçmiş var. Keçmiş varsa indiki olmaz, indiki olmaz, indiki olmaz, gələcək olmaz. Keçmiş, keçmişlə uzlaşmalıdır. 7. Söz önləri. Biz nə bilirik? Aylarla in işlənir, amma yanında günü də veribsə 10 işlənir. Burada da 10 olan sadəcə Y variantı var. Pay ilə for işlənir. Nə üçünsə ödəniş etmək deyəndə pay for deyir. Biz Avropaya olan biletlərimizi
3-ün 25 iyunda ödəniş etmişik. Y variantı düzdür. 8-ci cümləyə baxıram. Düzgün zaman formasını seçməliyəm. Okay, bu zaman budaq cümləsidir. Deməli, mənim zamanlarım uzlaşmalıdır bir-biri ilə. Yəni ki, keçmişlə indiki olmaz. Ümumiyyətlə, baxın, burada he deyib də 3-cü şəxsin təkidi düzdürmü? Əlbəttə ki, am olmaz, were olmaz, am olmaz. C və Y-də qalacağım. C-yə də baxıram ki, bir tərəfim keçmiş, bir tərəfim gələcək ola bilməz axı. Zaman budaq cümləsidir. O, business tripdə olarkən aldığı ayaqqabını geyinir. Sən bunu necə will be ilə keçmiş verə bilərsən ki? Hər iki tərəf keçmişdə olmalıdır. Keçmiş bitmiş, keçmiş sadə. Y variantı düzdür. Illiterate savadsız deməkdir. Unable to read or write. Oxuyub yazmağı bacarmayan. I haven't tasted coffee for a long time. Deməli, so well olmaz. Bu zərfdir. Coffee ilə a good işlənməz. Many good işlənməz. B və Y arasında qalıram. Burada mənim üstünlük göstərən heç nəyi yoxdur. I haven't tasted better coffee for a long time. Burada olur B. Mənim üstünlük, müqayisə dərəcəsi göstərən heç nə yoxdur. 11. Took part-ın sinonimini istəyir. Took part iştirak etməkdir. Participate. 12. Article işlənir. The USA, Europe and Canada. D variantı. 13. Müqayisə dərəcəsi verib. Müqayisə ilə müqayisə olmaz. Üstünlük olmaz, üstünlüyün o birisi olmaz. So a little qaldı. Hər ikisi ola bilər. Amma ki, atlar dəvələrdən çox balaca deyil də, biraz balacadır. A little smaller. Həm də sodan sonra adi verirdik. B variantı olur uşaqlar.